Hoş gördük hörmətli izləyicilər. Mən əvvəl özüm haqqında qısa deyim, çoxunuz tanıyırsınız. Şimal Region.az saytının informasiya portalının baş redaktoru Elçin İsmailli. Bizim Şimal Region kanalımız da mövcuddur. YouTube kanalında, YouTube üzərindən yayımlarımız olunur. Eləcə də TikTok səhifəmiz mövcuddur. Bölgələrdə baş verən, belə deyək, tənqidi materialları bizə zamanında göndərirdilər. Bugün də həmən proses gedir. Eyni zamanda biz müstəqil fəaliyyət göstəririk. Dövlət qurumlarının da, dövlət tədbirlərini də öz kanalımızda, informasiya portalımızda işıqlandırırıq. Bir məsələ ilə bağlı açıqlama vermək istəyirəm. Yadınızdadırsa, təxminən 6-7 ay bundan öncə təsadüf edir 2025-ci ilin avqust ayına Göyçay şəhərindən, Göyçay rayonunun Hazalı kənd sakini Şıxəliyev Eldar Muxtaroğlu bizim kanalımızdan bir neçə dəfə özünün şikayət, belə deyək ki, videolarda yayımlamışdı. Təxminən 60-dan yuxarı yaşı var şəxsin. Və özünün çəkiliş edərək Göyçay rayonu Qarabaqqal kəndi ərazisində torpaq daşınması ilə bağlı video sujetlər atmışdı. Və orada qeyd edirdi ki, deməli, həmən Şaqman markalı yük avtomobilləri 39 saylı Zərdab Yol İstismar İdarəsinin rəisi Aydın Cəfərova məxsusdur. Sonra orada bir su maşının çəkiliş edib özü atmışdı ki, bu su maşının Zərdab Yol İdarəsinə məxsusdur. Və həmən 12 ədəd Şaqman, Kərpisana, Göyçayda yerləşən Kərpisan məhdud məsuliyyətli, belə deyək ki, cəmiyyətdir, zavodum, ora deməli torpaq daşıması ilə məşğuldurlar. Orada şəxsi maraqları haqqında danışırdı, sonra sui-istifadə hallarından danışırdı və biz onun özünə məxsus olduğunu bildikdən sonra bu videoları kütləvi yayıma verdik və belə halların əgər varsa yol verilməz olduğunu qeyd etmişdik. Sonradan adı çəkilən şəxs Aydın Cəfərov məhkəməyə müraciət elədi. Şıxəliyev Eldar Muxtaroğlunu və bizim Şimal Region kanalını məhkəməyə verdi. Məhkəmənin ilk iclasında mən də iştirak etmişəm. Deməli, hakim Gülnaz Qurbanovun hakimliyi ilə, sədrliyi ilə proses getdi. Və düzdür, orada da Eldar Şıxəliyev qeyd etdi ki, o videolar ona məxsusdur, özü çəkib və etdiyi, danışdığı orada, yəni yayımlanan hər bir şeyə də özü cavab etdi. Əlbəttə ki, məhkəmə çəkişməsinin getməsini biz tamamilə doğru, düzgün qərar kimi qəbul edirik. Bu olmalıydı və 6-7 ay ərzində araşdırıldı və nəhayət Göyçay rayon məhkəməsi çox ədalətli bir qərar verdi. Mən yeri gəlmişkən alqışlayıram Gülnaz xanımın qərarını. Qərara əsasən Şıxəliyev Eldar Muxtaroğlu təksib verməlidir. Çünki dediklərini həmən videoda 39 saylı Zərdab Yol İstismar İdarəsinin rəisi Aydın Cəfərov haqqında dedikləri həmən o Şaqman markalı avtomobillərin ona məxsus olmaqları sübutun tapmadı. Həmən deməli su maşınının Zərdab İdarəsindən gətirilib orada göy yolları sulaması ilə bağlı irəli sürdüyü təkliflər, tələblər heç biri öz təsdiqini tapmadı. Ümumiyyətlə həmən prosesin orada həmən o torpaq daşınması, o deyək ki, o ərazidə gedən işlərin adı çəkilən şəxs Aydın Cəfərova heç bir aidiyyatı yoxdur. Və məhkəmənin yekununda, məhkəmə araşdırmasından sonra məlum oldu ki, deməli, deyilənlər şər böhtandır, qarayaxma kampaniyasıdır və şəxsin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən bir açıqlamadır. Biz Zərdab rayonu ilə öz imkanlarımızdan istifadə edib əlaqə saxlamışıq. Cəmiyyət arasında, ictimaiyyət arasında Aydın Cəfərovun rayon ərazisində həm Göyçayda, həm Zərdabda böyük hörməti var, böyük, belə deyək ki, işgüzar nüfuza malikdir. Zərdabın abadlaşdırılması, yolların asfaltlanması və s. səlahiyyətinə aid olan işlərdə bu şəxs həmişə fəal olub. Dövlətin dövlətçiliyin yanındadır, həqiqətin yanındadır. Və bu kimi addımları ona, belə deyək ki, pis təsir etdiyinə görə məhkəməyə müraciət etmişdi və hesab edirik ki, tamamilə haqlı edibdir və əlbəttə ki, heç kəsin haqqı çatmır ki, hansısa bir şəxs haqqında istəyir sıravi vətəndaş olsun, istər vəzifəli şəxs olsun, onun haqqında şəhər böhtan kampaniyası aparmağa icazə verilmir. İndi, hörmətli Şıxəliyev Eldar bu addımı niyə atdı, nəyə görə bizim kanala göndərdi, biz də inandıq ona. Bunu verdik. Mən bu əlbəttə ki,
təksib sayıla bilməz. Çünki nə mənada təksib sayıla bilməz? Mən sadəcə olaraq kanalımızda gedən belə bir doğru olmayan bir informasiyaya görə təəssüf hissi keçirirəm. Yəqin ki, Şıxəliyev Eldar məhkəmənin qərarını belə deyək ki, icra edəcək. Bunu icra probasiya şöbəsi onun üzrxahlıq videosunu göndərəcəklər və biz onu məmnuniyyətlə öz kanalımıza yerləşdirəcəyik. Ancaq buna baxmayaraq hesab edirəm ki, bu bir vicdan borcudur. Mən buradan birbaşa Aydın Cəfərova müraciət etmək istəyirəm və qeyd edirəm ki, çox təəssüf edirəm ki, onun haqqında belə doğru olmayan şərböhtan dolu şərböhtanın belə deyək, zəngin məlumatlar gedir bizim kanalda. Mən buna görə üzrxahlıq edirəm ki, belə iş əslində olmamalıydı. Sadəcə inanmışam həmən şəxsə. Çünki o videoların çəkilişi də görürdünüz ki, qeyri-peşəkar formada çəkilib, sadəcə vətəndaşın özünə məxsusdur. Biz fikirləşdik ki, yaşlı insandır, kifayət qədər dünya görüşü var və o belə səhvə yol verməz. Ancaq sonradan məlum oldu ki, sən demə həmən məsələdə heç də bizim düşündüyümüz kimi deyil və məhkəmə araşdırması öz sözünü yekunda dedi. Biz kütləvi yayımda həmən bu videonun yayılmasına görə həm izləyicilərimizdən, həm də adı çəkilən Zərdab Yol İstismar İdarəsinin rəisi Aydın Cəfərovdan üzrxahlıq edirik və qeyd edirik ki, əlbəttə ki, bu məsələ tamamilə absurd bir faktdır. Deyilənlərin heç bir hüquqi əsası yoxdur və sübuta yetirildi. Hətta məhkəmə qərarı da var ki, Şıxəliyev Eldar deməli Muxtaroğlu həmən məlumatları başqa məqsədlə veribdir. Heç də söhbət sui-istifadədən gedə bilməz. Adam öz Zərdab rayonunda öz fəaliyyəti ilə məşğuldur, vəzifəsini icra edir, ancaq Göyçayda ona qarşı qara yaxma kampaniyası aparılır. Və biz buna görə bir daha təəssüf hissi keçirdiyimizi bildiririk və İcra Probasiya İdarəsindən də adı çəkilən şəxsin Şıxəliyev Eldar Muxtaroğlu'nun təksib videosunu gözləyirik. Çəkin, atın, biz onu da ictimailəşdirək və hər kəs görsün ki, heç bir kəsin hüququnu tapdalamaq olmaz, heç kimin haqqına girmək olmaz. Azərbaycan hüquqi dövlətdir, Azərbaycan qanunlarla idarə olunan bir dövlətdir. Sağ olun, sağlıqla qalın.